Düz 6 dəqiqə oynadılar. 6 dəqiqədən sonra etiraz olaraq stadionu yandırdılar. Stadion alova büründü və yarımçılıq qaldı. 6 dəqiqədən sonra komanda oyunu tərk etdi. Yəni stadionu tərk etdi. Söhbət UEFA Çempionlar Liqasının 6-cı turunda ayın 10-u, yəni dekabrın 10-u Qarabağın rəqibi olacaq Hollandiyanın Ajax klubu dünənləri ölkə çempionatında oyunu 6 dəqiqə oynadılar. 6 dəqiqədən sonra Ajax'ın azərkeşləri etiraz olaraq stadionu yandırdılar. Oyun yarımçılıq qaldı. Aldığımız xəbərə görə bu oyun ayın 2-si keçiriləcək. Ayın 2-sindən sonra səfərimiz ayın 5-i yenidən oyun keçirəcəklər və ondan sonra Bakı səfəri var. Doğrudan da azərkeşlər Ajax'ın oyunundan heç də razı qalmırlar. Amma biz Qarabağ azərkeşləri Ajax'ın oyunundan razıyıq. İnanıram ki, bu psixoloji düşkünlük Qarabağla oyunda davam edəcək. Bizə 3 xal lazım, o da Ajax'dan. Ondan sonra Ajax'a uğurlar arzulayırıq. Siz nə düşünürsünüz?